Hanımlar ve canablar, hər şeyə salam əleykum. Bugün sizlər üçün tavuk tantuninin reseptini ev qaydasında pişirməyə başa salacağım. Tavuğu ilk öncə doğradım. Tavuğun içine döş əti və bu dibinin ətlərindən xırda-xırda kəsdim, doğradım. Tək döş əti adamı biraz boğur. Ona görə biraz qıraqdan qara tikələrindən də vurduq ki, boğmasın. Tavanı yaxşı qızdırırıq. Qızdırandan sonra hiçbir şey qat tökmədən tavanın içine tavuğu tökürük. Biraz suyu çəkilir. Ondan sonra yarım stəkan su içində su çəkilə-çəkilə qaynamağını və qızarmağını gözləyir. Tavuğumuz pişənə kimi salatını hazırlayırıq. İçinə deməli qatırıq petruşka. Mən o birisi adını bilmirəm, elə petruşka bilirəm. Yəni kişnişin yarpağı böyük olan restası. Petruşka qəşəng dad verir. Sonra bir baş soğan və pomidor. Mən 2 nəfərlik düzəldirəm. İndi öz ağız dadımıza uyğun istəyən olsa bunun içine kişniş tüyü də vura bilər. Soğanı bacardığınız bir şəkildə nazik doğramaq lazımdır ki ağızda çox xırçılsız gəlməz. Böləndə çox xırda da bölməyə ehtiyac yoxdur. Çünki çox nazik doğranıb. Biraz iri gedər. Buradan pomidor. Bunu da eyni qaydada. Suyu tam çəkilib çıxardıqda tantuninin ləzzəti zaten onun suyundadır. Yəni baxdıq qurudu, biraz çatdıranmadı. Təzədən əlavə su da verilib, biraz da doğra bilərsiniz. Tuzunu qırmızı biber. Bizdə Türklər əsasən buna biraz çox biber kötürlər. Onlar adını yəyəndirlər. Size acılıya ehtiyaç olmadığı için o kadar da çok koymuyoruz. Biraz tadı vermek için qara istiyor. Ve rengini değişmek için sarı kök vurabilirsiniz ki rengi biraz daha sarı diyor sanki. Ve sonra çok yok, biraz bu tavuk belirti ve biraz bitki yağı. Sonra yeniden karıştırmaya başlıyoruz. Karıştırdıkça istediğimiz rengi gelir alır. Ben bunun hepsini de biraz iri doğradım. Onu özüm için ireledim. Çünkü çok kırıda olanda içindeki pomidor kıyardan aslında tamı nasıl hoşuma gelmiş çok seviyorum. İstediğimiz rengi geldi aldı. Ziyaretimizin içine biraz sumak ilave edeceğiz. Lavaşımızı serdik. Tantuninin tadı. Bunu güzel lavaşı ıslatmak vaktidir. O yüzden yine biraz suda başlayabiliriz. Yeniden bitki yağı. Bunu belə eləyirik ki, lavaş zaten bu yağı onunla bir de bir parça karıştırdık. Bəs eləyir.
Lavaşı bu şəkildə. Geçeriz qatdıq. Hazırladığımız gölgətin saatından da bölümdən bir parça. Ve dürümün biri hazır. Bir dənə toyuqdan 4 dənə dürüm çıxır. Zaten bir dürümdən adam doymur.